Herkese yeni vlogdan salamlar. Bugün Rüyanın ad gününü qeyd edəcəyik. Bugün ayın 25-idir. Rüyanın ad günü isə ayın 26-sıdır. Ancaq bir gün öncə qeyd edəcəyik. Hamıya bugün daha münasib olduğu üçün. İndi mən həm evi bəzəyirəm, Rüyanın ad günü dekor hissəsini bəzəyirəm, həm də süfrəni hazırlamağa çalışıram. Uşaqlar isə hələ yatırlar. Biraz daha sakit-sakit eləmək istəyirəm ki, Rüyal oyanıb görməsin. Mən tam bəzəyib bitirdikdən sonra oyansın, baxsın. Birinci Tahir oyandı. Rüya isə hələ yatırdı. Anne ayıfır. O nədir? Acını. Ad günü. Kimin ad günüdür? Qaqani. Kakanın acını. Hə. Seni qulu. Qaqa hələ yatır. Aç. Sən də. Bana bak. Dedi. Hadi. Rüya. Şimdi bu bunu. Rüyanın ad günüdür. Gel bak. Gel bak. Canım gözüm sen oğlum, şirin sözüm sen oğlum. Sənə qurban olaram, mənim özüm sen oğlum. Canım gözüm sen oğlum, şirin sözüm sen oğlum. Sənə qurban olaram, mənim özüm sen oğlum. I let it now, I let it now. I get it now. I let it now. I let it now. I let it now. I let it Şabe sikate amare, haydi gidip tadına. Ame santa ile barvale, haydi gidip tadına. Manga menge mukte piyas, ladinayra tatalla. Whisky cola tequila, ladinayra tatalla. Şabe sikate amare, haydi gidip tadına. Ame santa ile barvale. Hara gedirsiniz? Ayıdı bakayım. Yox, sənə denən Super Toys'a gedirik. Süper toysa. Sənə hediyə verəcəklər. Sodik vereceğim. Hə. Dahi sən nerə gedirsən? Sonra bana diye vereceğim. Və artıq ayın 26-sı səhəri gündür. Rüyalı gətirdim Super Toys'a ona hədiyyə almağa. Super Toys'da hər bir uşağın doğum günündə gəlib 20 manatdan yuxarı alış-veriş etsəniz, Super Toys tərəfindən də uşağınıza əlavə olaraq başqa bir hədiyyə təqdim olunur. Mən də Rüyalı gətirdim. Onun istədiyi hədiyyəni aldıq. Daha sonra isə Super Toys tərəfindən də ona hədiyyə təqdim etdilər. Çok sağ ol. Çok sağ ol Rüya. Çok sağ olun. Hayasızlara bakın. Super Toys'tan çıxdıqdan sonra uşaqlara bir neçə şey almalıydım. Geyim yerinə getdik, onları aldıq. Daha sonra isə gəldik, əyləşdik bir yerdə yemək yeməyə. Uşaqlar da burada dedik biraz əylənib oynasınlar. Xəngələ gəlmişik, xəngələ. Bura bir xəngələ gəlməkdir.
Video çekiyorum.